Zəngəzur dəhlizi ilə Naxçıvana dəmir yolu bağlantısı qurulacaq. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı təkcə Azərbaycanın deyil, bütün regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərinin sakinləri ilə görüşü zamanı səsləndirib. Prezident hazırda dəmir yolunun tikildiyini xatırladaraq bildirib, yaxın gələcəkdə bəlkə də bir il və ya bir il yarımdan sonra Bakıdan Zəngilana qatarla səfər etmək mümkün olacaq. Necə ki, bugün Ağdama qatar gedir. Gələn il isə Xankəndiyə qatarla gedəcəklər. Bu dəmir yolu davam etdiriləcək və Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdiriləcək. Əliyevin açıqlaması Zəngəzur dəhlizinin regionun əsas nəqliyyat və logistika xəttinə çevrilməsi istiqamətində Bakının planlarını bir daha gündəmə gətirib. Xəbərlərimiz davam edir. İranın Sistan və Bəlucistan əyalətinin Mircavə və Zahidan bölgələrində 3 nəfər minaya düşüb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Hadisə nəticəsində Abdullah Rici və Hacı Şəfi Məhəmməd Rici adlı şəxslər həlak olub. Doran Bərahi isə ağır yaralanıb. Minaların Sepah tərəfindən qaçaqmalçılara qarşı quraşdırıldığı bildirilib. ABŞ prezidenti Donald Trump İranın Vaşinqtonun müharibənin başa çatdırılması ilə bağlı təklifinə verdiyi cavabı tamamilə qəbul edilməz adlandırıb. Trump bazar günü axşam Truth Social sosial şəbəkəsində yazıb, mən indicə İranın nümayəndələrinin cavabını oxudum. Bu mənim xoşuma gəlmədi. Tamamilə qəbul edilməzdir. Bundan bir neçə saat əvvəl İran hökumətinə yaxın media qurumları Tehranın cavabını Pakistan vasitəsilə ABŞ-yə göndərdiyini bildirmişdi. Pakistan rəsmiləri də həmin cavabın Vaşinqtona çatdırıldığını təsdiqləyiblər. Bununla belə İranın cavabının detalları açıqlanmayıb və Trump da əlavə izah verməyib. ABŞ prezidenti daha əvvəl də İranın təkliflərini yetərsiz hesab etdiyini bildirmişdi. Tehran və Vaşinqton Pakistanın vasitəçiliyi ilə keçirilən birbaşa görüşdən sonra müharibənin dayandırılması üçün qarşılıqlı təkliflər üzərində danışıqları davam etdirirlər. Müharibə ötən ilin 9 martında ABŞ və İsrailin İrana hücumları ilə başlayıb və qısa müddətdə regional qarşıdurmaya çevrilib. İlkin danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Bu addım İranın Hörmüz boğazını bağlı saxlamağa davam etdiyi bir vaxtda bölgədəki gərginliyi daha da artırıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib ki, Tehranın ABŞ-yə təqdim etdiyi son təklif məntiqli və səxavətli olub. Bu açıqlama Vaşinqtonun təklifi qəbul edilməz hesab etməsindən sonra verilib. O əlavə edib ki, İranın tələbləri arasında müharibənin dayandırılması, ABŞ blokadasının ləğvi və İranın dondurulmuş aktivlərinin azad edilməsi yer alır. Bəqai həmçinin qeyd edib ki, Hörmüz boğazından təhlükəsiz keçid və regionda təhlükəsizliyin təmin olunması da təklifin bir hissəsidir. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump İranın təkliflərini qəbul edilməz adlandırmışdı. Donald Trump İranın ABŞ-nin müharibənin dayandırılması ilə bağlı təklifinə verdiyi cavabı tamamilə qəbul edilməz adlandırdıqdan sonra Asiya bazarlarında neft qiymətləri kəskin yüksəlib. Mediada yayılan məlumatlara əsasən bazar ertəsi Brent markalı neftin qiyməti 4,5% artaraq bir barel üçün $106 çatıb. West Texas Intermediate markalı neft isə $105 qədər yüksəlib. Trump bazar günü axşam Tehranın Vaşinqtonun təkliflərinə verdiyi cavabı detallara varmadan rədd edib. Bu addım danışıqların uğursuzluğa düçar olması və hərbi gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib. Eyni zamanda ABŞ dolları ikinci gündür ki, əsas dünya valyutaları qarşısında möhkəmlənib. Asiya fond bazarlarında isə eniş qeydə alınıb. Davam edirik. İsrailin baş naziri Benyamin Netanyahu İranın ali lideri Müçtəbə Xamneyinin sağ olduğuna inanır. Netanyahu bu barədə CBS News-a müsahibəsində bildirib. Düşünürəm ki, o sağdır. Onun vəziyyəti barədə nəsə demək çətindir. O hansısa bunkerdə və ya gizli bir yerdədir, deyə İsrailin baş naziri qeyd edib. İsrail lideri Müçtəbə Xamneyinin səlahiyyətlərini həyata keçirməyə çalışdığını vurğulayıb. O əlavə edib ki, lakin Müçtəbə Xamneyinin səlahiyyəti atası Seyid Əli Xamney ilə müqayisədə daha azdır. Benyamin Netanyahu, İsrail və ABŞ-nin İrana qarşı birgə apardığı müharibənin tam başa çatmadığını və hələ yerinə yetirilməli işlərin qaldığını bildirib.
Biz onların imkanlarının böyük hissəsini zəiflətmişik, amma onların hamısı hələ də mövcuddur və görülməli işlər qalır. O, İranın nüvə proqramına toxunaraq vurğulayıb ki, Tehran nə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verib, nə nüvə obyektlərini söküb, nə də bölgədəki proksi qüvvələri dəstəyini və ballistik raket proqramını dayandırıb. İsrailin baş naziri əlavə edib ki, İranın zənginləşdirilmiş uranı fiziki şəkildə ölkədən çıxarıla bilər və Donald Trumpın da bu mövqeyi dəstəklədiyini bildirib. Netanyahu deyib, əgər razılaşma olarsa və ora daxil olub həmin materialları çıxarmaq mümkün olsa, niyə də yox? Bu ən yaxşı yoldur. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla mümkün nizamlanmanın bir hissəsi olaraq Hizbullah terror təşkilatına qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. O, bu barədə CBS News telekanalına müsahibəsində bildirib. Mümkün razılaşma ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, İsrail Hizbullaha qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. Lakin o, İsrailin ABŞ prezidenti Donald Trumpın belə bir tələbini yerinə yetirib yetirməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. Baş nazir həmçinin İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya ölkədə hökumət dəyişikliyinin onun müttəfiqləri olan Hizbullah, Həmas və Ənsarallah hərəkatının husilərini zəiflədəcəyi fikrini bildirib. Buraxılışımız davam edir. Moskvanın Tehrana hərbi yardımı ifşa olundu. The New York Times yazıb ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana pilotsuz uçuş aparatları üçün hissələr və hərbi avadanlıqlar göndərərək Tehranın müharibədən sonra PUA imkanlarını yenidən bərpa etməsinə kömək edir. Amerikalı rəsmilər qəzetə bildiriblər ki, İran son müharibə zamanı PUA ehtiyatlarının təxminən 60%-ni itirib və Rusiyadan göndərişlər davam edərsə, Tehran qısa müddətdə öz pilotsuz aparat parkını yenidən quracaq. Məlumata görə Xəzər dənizi, xüsusilə Hörmüz boğazının bağlanması və Birləşmiş Ştatların İran ətrafında dəniz blokadası tətbiq etməsindən sonra Moskva ilə Tehran arasında strateji daşınma marşrutuna çevrilib. The New York Times həmçinin qeyd edib ki, Rusiya İrana yalnız PUA hissələri deyil, həm də peyk görüntüləri və şahid tipli dronlarla bağlı texnologiyalar təqdim edir. Məqsəd İranın hədəf seçmə və hücum imkanlarını gücləndirməkdir. Müharibə zamanı İsrail İranın Ənzəli limanı və Xəzər dənizində yerləşən dəniz infrastrukturlarına bir neçə hava zərbəsi endirib. Qərb mediası bu hücumların Rusiya ilə İran arasında təchizat xəttini pozmaq məqsədi daşıdığını bildirib. Buna baxmayaraq Moskva dəfələrlə İrana hərbi yardım göndərdiyi barədə xəbərləri təkzib edib. Vladimir Putin Moskvada keçirilən Qələbə günü paradından bir neçə saat sonra Ukrayna müharibəsinin sona çatmaq üzrə olduğunu açıqlayıb. Putin əlavə detallara toxunmadan jurnalistlərə bildirib. Düşünürəm ki, bu məsələ sona yaxınlaşır. Eyni zamanda Financial Times yazıb ki, Avropa İttifaqı liderləri müharibənin başa çatması ilə bağlı mümkün danışıqlara hazırlaşırlar. Putin Avropa ilə danışıqları barədə suala cavab olaraq Almaniyanın keçmiş kanslerini üstün variant kimi göstərib. Bu açıqlamalar Rusiya və Ukraynanın Donald Trumpın vasitəçiliyi ilə 3 günlük atəşkəs barədə razılığa gəldiyi bir vaxtda səslənib. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməyə davam edir. Hücumların nisbətən azalmasına baxmayaraq Kremlin sözçüləri sülh razılaşmasına gedən yolun hələ də uzun və mürəkkəb olduğunu bildirirlər. 2022-ci ildən başlayan Rusiyanın Ukraynaya hücumu artıq 5-ci ilinə daxil olub və dünyanın ən qanlı və ən bahalı münaqişələrindən birinə çevrilib.